Hər vaxtınız xeyirli olsun. Bakı Məhkəmə kompleksində ədalət mühakiməsi davam edir. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinin növbəti baxış iclasında hazırki mərhələdə müdafiə tərəfinin təqdim etdiyi əlavə sübutlar araşdırılır və tədqiq olunur. Həmin sübutlar bundan əvvəlki iclaslarda təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə müraciət edərək əlavə sübutlar təqdim etmişlər və həmin sübutların da araşdırılmasına başlanılmışdı. Məhkəmə prosesində eyni zamanda zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunur. Həmin zərərçəkmişlər də məhkəməyə müraciət edərək prosesdə iştirak edə bilmədiklərini, təbii ki, üzürlü səbəblərdən və eyni zamanda ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və həmin ifadələrin də məhkəmədə elan olunmasını məhkəmədən xahiş etmişlər və tərəflər dinlənilmiş və buna etiraz edən olmamışdı. Həmin zərərçəkmişlərin bir hissəsi 1-ci Qarabağ müharibəsi, digər hissəsi isə 2-ci Qarabağ müharibəsi zamanı zərər çəkən insanlardır. 1-ci Qarabağ müharibəsi zamanı zərər çəkən insanlar ifadələrində bildirirlər ki, o vaxtilə torpaqlarımız işğal olunanda, ərazilərimiz işğal olunanda, kənd və qəsəbələrimiz yandırılanda, insanlar ev eşiklərindən didərgin salınanda, əsir və girov götürülüblər, incidiliblər, əmlakları əllərindən alınıb, evlərindən didərgin salınıblar, Ermənistana aparılıblar, orada girov və əsir saxlandıqları müddətdə onlar hansı işgəncələrə məruz qalıblar ifadələrində bütün bunları qeyd edirlər. 2-ci Qarabağ müharibəsi zamanı ifadə verən zərərçəkmişlərin böyük bir hissəsi isə mülki vətəndaşlarımızdır. Onlar qeyd edirlər ki, həmin vaxtı ərazilərimiz Ermənistan silahlı qüvvələrinin iri çaplı silahlarla atəşə tutulması nəticəsində yaralanıblar, sağlamlıqlarını itiriblər, əmlaklarını itiriblər, onlara küllü miqdarda ziyan dəyib. Bir hissəsi isə zərərçəkmişlərin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru nəticəsində zərər çəkiblər. Vaxtilə torpaqlarımız işğal altında saxlanılanda bastırılmış minaların sonradan partlaması nəticəsində vətəndaşlarımız zərər çəkiblər, əzizlərini itiriblər, sağlamlıqlarını itiriblər. Məhkəmə prosesində bu cür ifadələr olduqca çoxdur. Qeyd edək ki, bu ifadələr ümumilikdə 531 mindən çox zərər çəkmiş bu iş üzrə keçir və həmin zərər çəkmişlərin bir hissəsinin ifadələridir ki, məhkəmədə elan olunur. Həmin zərər çəkmişlərin bir hissəsi isə bundan əvvəlki iclaslarda məhkəməyə gələrək orada ifadələrini, fikirlərini bildiriblər. Açıq keçən məhkəmə iclası ilə bağlı bizim bu saata çatdıracaqlarımız bu qədər. Amma daha geniş məlumatların əksinə tapacağıq. Xüsusi reportajımız da olacaq ki, onun xəbərlərin növbəti buraxılışlarında biz təqdim edəcəyik. Hələlik isə Bakı Məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.